Bəli, 4 ay sonra bir anda yadıma düşdü ki, mən YouTube kanalı vlog videosu çəkmişdim və atmalıydım. Lakin işlərə başım qarışıq olduğundan və heç də yaxşı bir müddət keçirmədiyimdən ötürü video dəhşətli dərəcədə gecikdi. Lakin bu videonun sonrakı hissəsində mən Türkiyədə Beşiktaş stadında olacağam və plus olaraq da Boğaz turunda tarixi yerlərə şahid olasınız və Beşiktaş azarkeşləri ekrana yaxın oturun, möhtəşəm bir video sizləri gözləyir. Hamınızı salamlayıram. Bu günləri biz Türkiyədəyik. Daha hazırda ən azarkeş olduğum klub olan Beşiktaşın muzeyindəyik. İndi ətraflı hər şeyi sizə göstərib çəkəcəm. Beşiktaş əslində JK yazılmasının səbəbi ilk olaraq yarandığı tarixdə jimnastik klubu olmasıdır. Sonradan futbolda fəaliyyətlərinə başlayıb. Burada yenə keçmişdə qazanılan kuboklar var. Bu məsələn 1937-ci il yazıb burada. Hər tərəfli burada muzeydə hər şey demək olar görsənir. Bu da 70, 80, 90-cı illərin hətta ən keçmiş formalardır. Bunun formanın tarixi hekayəsi olsun ki, Beşiktaş logosunun üstündə Türkiyə bayrağı var. Onun da səbəbi hazırlıq oyununda məhz büdcənin Beşiktaş tərəfindən qarşılanması olmuşdu. Ona görə də hal-hazırda baxın gördüyünüz Türkiyə logosu hələ də Beşiktaş klubunun üzərində var. Tək ünvan daşıyan da məhz elə Beşiktaş klubudur. Burada əfsanələr var, keçmiş əfsanələr. Burada da ruhları şad olsun yazır. Əlbəttə Türkiyədə olduğumuz üçün buranın qurucu lideri olan Atatürk'e hitafen forma, şərf və burada Atatürk'lə bağlı hər şey var. Keçmiş formaları görürük. 1920, 30, 40, 50 belə gedir ta ki 80-ci ilə kimi. Və bu arada Beşiktaş klubu Türk tarixinin tək məğlub olmamış çempion olan komandasıdır, onu da bildirim. Formanı görəndə Pascal Numa yadıma düşür. Burada Ziraat Türkiyə kupasıdır. Bunların çoxusu əfsanəvi çempionluğun memarlarından olan Feyyaz Uçar, Ali Gültekin, Metin Tekin, yəni Metin Ali Feyyaz üstüsün formasını qoyublar. İndi hal-hazırda bizim stadion turumuz başlayır birazdan. İndi biz klubun girdiyi hissədən daxil olacağıq stadiona. Futbolçuların girdiyi yerdən də artıq stadionun otluq yerində olacağıq. İndi biz klub futbolçularının soyunub geyinmə otağında, paltar dəyişmə otağında. Bütün futbolçular burada var. İndi arxada turistlər olduğu üçün tam çəkə bilmirəm bunu. Dostlar, indi hal-hazırda biz gəmi turundayıq. Yəni möhtəşəmdir. Yəni 250 TL'dir turun biri. Yəni pulunun axırına qədər haqqını ver demək olar. Bizdə çünki bu qiymətlərə təxmini olaraq daha az gəzirik, amma burada 1 saatlıq macəramız olacaq turda. Arkadakı bu listing deyən xala məlumatlar verir, amma biz belə video çəkəndə daha möhtəşəm alır həqiqətən. Türk bayraqlarını görürsünüz və həqiqətən möhtəşəmdir. Yəni tura verdiyimiz pul axırına qədər dəyər həqiqətən. Orada da deyəsən TRT binasıdır, baxın burada.
İndi Qalatasaray adasındayım. Deyirlər Osimheni buradan satıb alacaq hava, o məşhur ada buradır. Dostlar, bura yine tarixi qədimi yerdir. Əvvəllər daha çox qonaq olaraq istifadə olunur. Bildiysə, Misir konsolluğudur. Daha hazırda bu bebek adlanan yerdəyik. İstanbul'un ən demək olar biraz varlı səmti buralardır. Arkada bu listik diye xalar var. Yine təsdiqləyir. Buradakı turla yenə deyirəm, sizdə olan dəniz qırağı sahil turunun fərqi o ki, bizim ölkədə nəyi var, çox pul verirsiniz, amma az gəzirsiniz. Burada demək olar bizim artıq 1 saatlıq vaxtımız olur və hər tarixi yeri dəniz qırağından görə bilirik. Qəribə bir dənə ad eşidirsiniz ha, o bax qırmızı yaldan danışır. Tarixi bir manastır qabağımızdadır. 854'də yanandan sonra təzədən restorasiya oldu. Bu da dostlar məşhur İstanbul martısı. Bu da tarixi bir yer deyəsən. Çəngəl çölçəyi arazisindən. Ürəyimdə soruşurdum ki, bu məscid nə məscididir? Bəylərbəy məscidi, yəni Beylərbəy Camii adlanır bura. Dostlar, əlimdən gəldiyi qədər çalışdım ki, gözəllikləri göstərim sizə. Gəmi turunda da səssiz qalmamdan da başa düşdünüz ki, yəqin sadəcə o anın həzzini, ləzzətini çıxartmaq həqiqətən möhtəşəm bir şeydir. İki yerdə bir şey dediyimi indi montajda görürəm. Yəni həqiqətən də məsələn mən buradan bir sahilə gedəndə gəmi turunda babat pul ödəyib, yəni 20-25 dəqiqə Mırta dənizi biraz üzüb furanıb quruq gəlir, amma Türkiyədə puluna görə tarixi əsərləri görüb dənizdə nəyi var vaxt keçirdib, üstünə üstlük də dolu bir əyləncəli bir şey görmək həqiqətən də adam biraz yandırır bizim ölkə turizmi cəhətindən. Nəysə, videonun sonuna gəldik, çatdıq. 4 ay sonra yadıma düşən videodan məndən bu qədər. Bir də soruşanlarınız var ki, niyə artıq vlog videolarını çəkmirsən? Buna məncə ayrı bir videoda demək olar, amma qısa və öz bir səbəb deyim ki, mən YouTube'dan ümumiyyətlə gəlir qazanmıram və plusda ki, artıq pul qazana biləcək bir işə yönəlmək istəyirəm. Buna görə də artıq həmişə TikTok'da daha çox fəallaşmağa başladıq. Çünki keçən mövsüm inanılmaz qəşəng vloglar çəksək də, baxılmır da, heç kim Premier Ligaya baxmaq istəmir. Baxmaq istəsə də TikTok'dan baxmaq istəyir. Uzun bir bağlanış oldu, fərqindəyəm, amma daha ətraflı, uzun bir sual-cavab videosu bir gün çəkəcəyimə inanıram. O gün gəlib çatdıqda isə bu sual-cavabı yekunlaşdırıb bütün suallara aydınlıq gətirəcəyik. Məndən isə sağ olun. Görək gələcəkdə başıma nələr gələcək. Hələlik sizinlə sağollaşıram. Sağ olun, növbəti vlog videolarında görüşənədək.
ümid edirəm.